Salam əziz dəyərli izləyicilər. Bugün sizə Əqrəb bürcünü təqdim edirəm əzizlərim. Əziz Əqrəblər, elə bir bax bu həftə siz üçün bir oyanış mərhələsi başlayır. Əvvəlkindən, bax sən özünü əvvəlkindən daha da dərin düşünən, hadisələrin arxa planını görməyə çalışan bir ruh halında özünü tapa bilərsən. Bəzi günlər səbəbsiz yerə köhnə xatirələri, unudulduğunu sandığın insanlar, yarımçıq qalmış söhbətlər elə bir zehnində biraz canlana bilər bu həftə. Çünki bu bir təsadüf deyil əzizim. Çünki keçmişlə çalış ki, üzləş ki, amma orada qalma, keçmişdə qalma deyərdim sənə. O keçmişi burax. Daxilində bir tərəf sakitlik istəyir, digər tərəfinsə hər şeyi kökündən dəyişmək arzusundadır. Bu ikili hisslər səni biraz yorğun salmış. Amma biraz da ayılda bilər səni, ayıq ola bilərsən. Yəni bu həftənin enerjisi, deyərdim sənə əziz Əqrəb, səni tələsməməyə, hər addımını düşünərək atmağa çağırır. Yəni sükut sənin üçün bu həftə ən güclü bir silaha çevrilə bilər. Çünki sən çalış ki, çox şeyləri dərindən içinə salmayasan, fikirləşməyəsən. Ruhun dərinliyində bir təmizlənmə prosesi gedir elə bir. Sən bunun fərqində olmalısan, çalışmalısan. Həyat səni bir mərhələyə hazırlayır. Sən bunu hiss edəcəksən. Sən elə bir ki, əziz Əqrəb, küllərindən doğulursan. Bir yenilənmə ola biləcək. Qayğılardan qutaracaqsan. Bax, sənə dəyər verən biriləri sənin nəsibin, qismətin ola bilər. Bu 15-20 gün içində biraz sıxıntı olsa da, biraz diqqətli ol. Bəziniz ya davam, ya tamam olmağını düşünürsünüz deyənlər var. Amma özünü yavaş-yavaş toparlayacaqsan. Gözəl işləriniz çıxacaq qarşınıza, mirasla borcların düzəlməsi olacaq. Amma sizinlə düşmənlik edənlər var. Bu 10-15 gün içində maşınla əlaqəli yola çıxarkən diqqətli ol və ya alım-satımla əlaqəli diqqətli ol, sən allanmayasan və ya neysə sənə yəni yaxşıdır deyərək verə bilərlər əzizim. İstədiyin qədər qazanc qazana bilmədiyi və ala bilmədiyinə görə bir darıxma var. Çalış ya nur zikrini 122 dəfə niyyət edərək deyin. Sizin xeyrinizədir əzizim. Sağlıqla əlaqəli, bax baş ağrıları, ürək sıxıntısı, içinə atdığın bəzi şeylər var ki, səni xəstəlik yarada bilər. Biraz o içinə atdıqlarını kənara qoy. Biraz 15-20 gündə sakit ol, panika etmə. Hər bir sıxıntını özünə panika etməzdim. Gərgin olsan, bax çox hardasa sevgi həyatında, ailə həyatında yəni çalış heç bir şeyin üzərinə getmə. Yəni heç nədən mübahisələr ola bilər. Səbr et. Zehnin düşündükcə, zehninlə düşünərək bir çıxış yolu tapacaqsan. Yəni bəzilərinizdə elə bir kin var ki, onun üzündən belə öz sevdiyini, sevdiklərini itirə bilərsən əzizim. Bu həftə iş həyatında hər şey zahirdə olsa da, sakit görünsə də, pərdə arxasında çox şey dəyişə bilər. Gizli danışıqlar arxanızcan, daxili qərarlar, biraz səbir tələb edilir sizdə əzizim. İşləyirsənsə rəhbərliklə, iş yoldaşlarına münasibətlərdə biraz diqqətli olmalısan. Çünki hər deyilən söz sənin əleyhinə və xeyrinə çevrilə bilər. Kiməsə tam güvənmək üçün hələ tezdir. Hər kəsin niyyəti açıq deyil çünki. Bəzi əqrəblərsə iş yerində öz dəyərinin lazımı qədər bilinmədiyini hiss edəcəklər. Bu hiss sizi ya daha çox çalışmağa, ya da daxildə narazılıq tapmağa yəni sürükləyə biləcək. Biraz tələsmə. Bu mərhələyə bir keçiddir. Yəni bunlar hamısı bu mərhələlər hamısı keçici olacaq sənin üçün əzizim. Əgər iş dəyişmək, yeni istiqamətə yönəlmək istəyirsənsə, o barədə düşünürsənsə, çalış ki, bu həftə biraz yəni dərindən düşün. Yəni çalış plan qur. Plan qurmaq üçün gözəl həftədir. Amma ani qərar vermə.
Yəni ani qərar versən bir peşmançılıq ola bilər. Öz bacarığını yəni kiçiltmə. Sən düşündüyündən daha güclüsən əziz əqrəb. Sakit ol. Elə bil ki, strateji addımlar səni istədiyin nöqtəyə yavaş-yavaş yaxınlaşdıracaq əzizim. Beynin biraz qarma qarışıqdır. Yəni düşünürsən, amma qarma qarışıqdır. Sizə ilişən insanlar var. Ayağının altına daş qoyanlar var. İşini dolaşdıran insanlar var. Amma birindən dəstək alacaqsınız. Sıxıntı ilə, bəzi sıxıntılar, rozunla əlaqəli çətinliklərin, əngəllər var. Güclü olaraq irəli gedəcəksən, heç nədən vaz keçməyəcəksən, pəs etməyəcəksən əzizim. Maddiyatla biraz qayğılar, mübahisələr, biraz küskünlüklər, bəzi təkliflər də gələ bilər sizə. Sevdiyinlə bir 15 gündə, yəni ya da həyat yoldaşın varsa da həyat yoldaşından, ailə üzvlərindən, sevdiklərinizlə biraz anlaşmamazlıq ola bilər deyə biraz diqqətli olun. Bax əzizim, burada sənin 2 nəfər ciddi bir düşmənin var. Yəni səni gözü götürməyən var. Ona diqqət et. Bu yaxında harasa gedib gələndən sonra bərk nəzərlənə bilərsən. Bəlkə də gedib gəlmişsiniz, çox nəzərlənmişsiniz, halsızsınız, bitkinsiz. Bax, bir də ki, bax, mübahisələrdən biraz kənara keç. Arada mübahisələr ola biləcək. Ailədə, çevrəndə mübahisələr ola bilər. Sən araya nə badə girmə bu həftə. Girərsən, sənin üzərində qalar. Diqqət et. Xəstəniz varsa, bir yanlış bəlkə də müalicə getmiş. Yəni xəstənizlə məşğul olacaqsınız. Negativ duyğulardan çalış bu həftə, uzaq ol. Səssizcə izləyəcəksən gedənləri. 2 nəfər yanında olduqca sənə güc verir o 2 nəfər. Elə bir güclənəcəksən, bilgilər toplayacaqsan. Disiplinli həftə olacaq bəziləriniz üçün. Planların var, o planla irəli gedəcəksən. İşlərin yolunda yavaş-yavaş getməyə başlayacaq. Şükür edirsən, rahatlanacaqsan, xəbərlər gerçəkləşəcək. Dəyər verənlər ətrafında olacaq. Günahın olmayan, yəni günahın olmayıb, amma səni günahlandıran insanlar səninlə tərəf gələrək artıq yəni sənin haqlı olduğunu biləcəklər. Və ya səndən üzr diləməyə gələ bilərlər. Təhsillə məşğul olanlar sınaq, imtahan öhdəsindən gələcəksiniz. Öz başarığınızla irəli gedəcəksiniz. Sevgi həyatında biraz sakitlik keçə bilər. Yəni sizdən çox şey asılıdır istəyirsənsə. Mədə, bağırsaq, ayaq, boğazda problemlər, sıxıntılar, bir anlaşma sıxıntılar ola bilər əzizim. Bir anlaşma edəcəksiniz birilərindən. Bəzi şeyləri beynində qurursan əzizim. Olumsuz düşünürsən. Yəni gördüyün bəzi şeylərin arxasında görünməyənlər də var. O yüzden güvəndiyin belə insanlar var ki, arkasını dönmüş, çıxış yolu axtarırsan. Biriləri ilan kimi sənin yanında dilini çıxarır. Yəni sənə bəlkə də yaxın olmaq istəyir, amma inanma. Qarışıq günlərin keçdi əzizim bu 2 ayda. Arxanda, önündə bir məsələ var. Günün sonunda elə bir anidən yol açılır. Canını sıxan insanlarla bir üzləşmən də ola bilər. Birilərinin yardımı dəyəcək. Bəzi insanların sənə, halbuki onlar üçün fədakarlıq eləmişsən, qaçmışsan, onların sənə qarşı yardım etməməsi səni üzə bilər, sıxıntı keçirə bilərsən. Çalış Kəf surəsini deyin, oxuyun. Oxuya bilmirsiniz, oxutdurun evdə. 7 dəfə Kəf surəsini oxuyun əzizim. T hərfi bax əlində açar. Bəlkə də bir məhkəməsi varsa sonuncu eşidəcəksiniz, haqqını alacaq elə bir. Biriləri sözünü tuta bilməmiş. Y, İ hərfi varsa adınızda, yükünüz varsa, gözəl qazanc əldə edərək yükləri ataraq rahatlanacaq, elə bir əlinizə pul gələcək, sıxıntılarınız gedəcək, içinə attığın duyğular var, bir sir var, səni narahat edir əzizim, adında Z, Ş, E hərfi, Ə hərfi, İ hərfi, elə bir bax, yəni içində gizlətmiş bəzi duyğular var, biraz qururludur elə bir, susmuş, amma 5'li vaxtda ola bilər 25'i bir üzləşmə ola bilər. Buna da diqqət edin. Təklif ola biləcək.
Bax, biriləri əlinə nikah kağızını alır, çox sevinir, həddən artıq sevinir. Bax, əlində bir sənəd. Biraz xəyal qırıqlıqları yaşadınız. Uzaq yerə bir yol çıxır siz üçün. Bir qadın sizi izləyir. Biraz səbirli olun. Çox planlı bir qadındır. Bəzən özü boşluqda hiss edirsən elə bir. Bəzi işlərin istədiyin kimi getmədiyinə görə düşünürsən, boğulursan əzizim. Maddiyyatla əlaqəli bu həftə siz əqrəblərin daxili qorxuları üzə çıxa bilər. Gəlir-gedir balansı haqqında çox düşünə bilərsiniz. Gələcək üçün narahat ola bilərsiniz. Bəzi xərclər gözlənilmədən çıxa bilər əzizim. Səni biraz gərginləşdirə bilər bəzi məsələlər. Amma panikaya düşmək lazım deyil əzizim. Çünki vəziyyət düşündüyün qədər ağır deyil əzizim. Bu həftə pulunu kimə, nəyə xərclədiyini daha da diqqətli analiz etməlisən. Kiməsə borc vermək ya maliyyə məsələlərində vasitəçi olmaq riski ola bilər. Çalış, girmə o risklərə. Keçmişdə etdiyin maddiyyatla səhvlər yenidən yadına düşə bilər. Bu sənə dərs kimi qayıda bilər əzizim. Həyatda çox təcrübə yığdın əzizim. Əslində bu gələcəkdə daha da bir sağlam qərar verməklər üçün bir işarədir sənin üçün. Kiçik qənaət addımları böyük bir rahatlıq yarada bilər sizə. Pul enerjisi bu həftə səni qorxutmaq yox, maarifləndirmək üçün gəlir əzizim. Ona görə biraz siz əqrəblər diqqətli olun. Sevgi mövzusunda çox dərin biraz da qarışıq ola bilər. Bir 15 gün biraz diqqət et. Münasibətin varsa, partnyorun varsa aranızda deyilməmiş sözlər, yığılmış hisslər ortaya çıxa bilər. Səssiz qaldığın mövzular artıq səni sıxmağa başlayır. Açıq danışmaq istəyirsən artıq. Qarşı tərəfin reaksiyasından çəkinə bilərsən. Bu həftə dürüstlük çox önəmlidir, amma sərt olmadan. Subay əqrəblər, keçmişdən biri gündəminizə gələ bilər. Köhnə hissləri xatırladacaqsınız. Bir dönüşün, birilərinin geri dönüşünü düşünəcəksiniz. Ya tamamlamaq istəyirsən, ya da ki, bağlanmaq üçün mü geri qayıtmağını istəyirsən. Amma əzizim, gedən əgər gedirsə, demək ki, bu getməlidir. Yəni, onu düşünmə, amma yenə də hər şey sizdən asılıdır. Bu həftə ailə içində qohumlarla bağlı mövzular ön plana çıxır. Uzun zamandır danışılmayan məsələlər qalmış. Müzakirə edə bilərsiniz, o mövzuları açıb danışa bilərsiniz. Siz əqrəblər içində özünü yetərincə başa düşülmədiyini hiss edəcəksən. Yaxın qonşular, çevrənlə bağlı xırda söz-söhbətlərə diqqət et. Hər deyilənə ürəyinə salma. Kimsənin yanında olmamaq üçün, kimsə maraq üçün yanında olduğunu bunu biləcəksən. Dostluq, yaxın güvəndiyin, biraz onlara diqqət et. Bəziləri səndən uzaqlaşacaq, amma bu itki deyil, yüngüllük gətirəcək sənə. Çevrənlə biraz səmimi olaraq, çevrəndən bəzi insanlar səninlə səmimi olaraq sənə biraz da güc verəcək, əziz əqrəb. Amma çox yorulmuşsan, bədənin sənə elə bir siqnal verir, yorğunluq verir, yoxsuzluq var, halsızlıq var. Halsızlıq hisslərin artada bilər. Ruhsal yüklənmələrin var, özünə vaxt ayıra bilmirsən. Tək qalıb çox şeyləri düşünəcəksən. Tez-tez duzlu sunan, sirkəli sunan yaxalanın, əzizim, duş alın. Dəniz qırağında biraz nəfəs alın dərindən. Niyyət edin. Bu bədəninizə rahatlıq gətirə biləcək. Bəziləriniz ritual edirsiniz, bəziləriniz də əzizim niyyət edirsiniz. O niyyətiniz həyata keçəcək əzizim. Bəzilərinizin bax borc demisiniz, nəzir demisiniz, yəni borc necə? Nəzir demisiniz, sədəqə demisiniz, verəcəm ya qurban demisiniz bəziləriniz. İnşallah ki, Allah nəzirlərinizi, sədəqələrinizi qəbul etsin əzizim. Çalış da ki, keçmişi bırax əzizim. Düzdür, keçmişlə əlaqəli incikliklərin çoxdur içində. Səni ağırlaşdıran hisslər ki var, onları da bırax. Hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində də deyilsən əzizim. Bəzən axını buraxmaq səni daha da doğru yerə apara bilər. Sən dəyişirsən və bu dəyişimi qorxu ilə yox, şuurla qəbul edəcəksən. Qarşına gələn aylar çox güclü olacaq sənin üçün. Qaranlıqdan qorxma, çünki sən əqrəb üçün qaranlıq həmişə yenidən doğuluşun başlanğıcıdır. Bax, burada bizneslə, ticarətlə məşğul olanlar, mart ayından bir yeniliklər,
bir durğunluq ortadan qalxacaq. Fevral ayında bir sevinciniz olacaq əzizim axırlarına. Biraz səbr edin. Övladınla biraz yəni ciddi danışıq aparacaqsan, onun təhsili ilə, oxumağıyla maraqlanacaqsan, vaxt sərf aparacaqsan, ya övladının məktəbini, təhsil yerini dəyişəcəksən, övladının karyerası ilə əlaqəli ona yardım edəcəksən, çox nəzərlənirsən. Bəzən övladla bir-birinizə anlaşmamazlıqlar olur, ya valideynlə siz anlaşmırsınız, amma bunlar hamısı keçicidir əzizim. Amma tülkü kimi insanlar hələ də arxanızda var. Biraz diqqətli olun, oyaq olun. Çünki çox sadəlövsüz, çox safsınız əzizim. Biraz sıxıntıdasınız. O sıxıntıdan da bir 20 gündən sonra bəzi sıxıntılarınızdan çıxacaqsınız. Allaha çox dua edirsiniz. Bir də əzizim, ya xəstəniz var, ya bir üzücü bir xəbər eşidə bilərsiniz əzizim. İnşallah ki, salamatçılıq olar, narahat olmayın. Bir diləyinizə çatacaqsınız. Bəziləriniz bax qurbanlığı artıq kəsdirəcək. Allah qəbul etsin. Bir ziyarətgahınız var. O da inşallah ilin bitməməsinə qədər, elə bir ilin yarısından deyərdim ki, bir istədiyiniz ziyarətə gedəcəksiniz. Bir xoş xəbər də eşidəcəksiniz. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun.